Salam, hər vaxtınız xeyirli olsun, dəyərli xanımlar, dəyərli məsləhətçilər, dəyərli izləyicilər. Sizə bu Faberlikdə bu 50 balın üstünlüyü haqqında məlumat vermək istəyirəm. Gəlin görək nədir bu 50 bal. Bəs bizə niyə sırf rəhbərlərimiz hər zaman deyir ki, mütləq 50 balınızı tamamlayın və gəlin görək bu 50 bal nədir? Demək 50 bal nədir bizim üçün? Biz bildiyiniz kimi Faberlikdə indirim kodu açırıq və öz şəxsi kabinetimiz olur. Oradan alış-veriş edən zaman məhsulları biz 20% indirimlə əldə edirik. Lakin 20% indirimlə, baxın burada da gördüyünüz kimi 20% indirimlə deyil, 26% indirimlə əldə etmək istəyiriksə, mütləq və mütləq 50 balımızı tamam etməliyik. 50 balımızı tamamladıqdan sonra biz məhsulları 20%-lə deyil, 26% indirimlə əldə etmiş oluruq. Bəs gəlin görək, bizim bildiyimiz kimi addım hədiyyələrimiz var ki, hansı ki biz hansı kataloq dövründə olur olsun qeydiyyatdan keçdiyimiz zaman, yəni indirim kodu açdığımız zaman o kataloqun arxasında olan hədiyyələr, baxın, fərqi yoxdur. Bu kataloq dövrü olsun, bu kataloq dövrü olsun və yaxud da bu kataloq dövründə. Hansı kataloq dövründə qeydiyyatdan keçiriksə, həmin kataloqun arxasındakı olan hədiyyə bizim birinci addım hədiyyəmiz olur. Və biz bu addım hədiyyələrini bundan sonra artıq növbəti ikinci addım hədiyyəsi, üçüncü addım hədiyyəsinə keçmək üçün bütün demək, həm 50 bal istəsək 50 balımızı tamamlayırıq. 50 balımızı niyə tamamlayırıq? Çünki biz addım hədiyyələrini 9 manata deyil, cəmi 3 manata əldə etmiş oluruq. Və o addım hədiyyələri də bir dənə hədiyyə deyil. Yəni ikinci addım hədiyyəsində 4 təmizlik vasitəsi var. Üçüncü addım hədiyyəsində 2 ədəd ətir var. Üçüncü addım hədiyyəsində hialuron demək, dəsti var, gecə, gündüz, yuyunma geli və nəhayət, üzr istəyirəm, 4-cü addım hədiyyəsində və nəhayət 5-ci addım hədiyyəsində isə kosmetika dəstimiz var. Bəs bu dəstləri biz sırf götürəndə 9 manata götürürük. Amma 50 balımızı tamam etdiyimiz zaman biz həmin dəstləri cəmi 3 manata əldə etmiş oluruq. Bəs gəlin görək, digər üstünlüyü nədir 50 balın? Demək, əgər biz komanda qururuqsa, bizim komandamız varsa və biz 50 balımızı tamam ediriksə, mütləq maaş almış oluruq. Fərqi yoxdur, biz 3%li məsləhətçiyik, 6%li məsləhətçiyik. Hər faizə görə mütləq və mütləq 50 balımızı tamam etdikdə maaş almış oluruq. İstəyir ən üst rütbə olsun, istər direktor olun, istər milli direktor olun, fərqi yoxdur. Əgər biz 50 balımızı tamam etmiriksə, şirkət bizə heç bir maaş verə bilməz. Buna görə də baxın 50 balın möhtəşəm üstünlükləri bunlardır ki, yəni ilk pillədən, ilk qeydiyyatdan keçdiyimiz zaman ilk addımlardan mütləq vacibdir ki, 50 balımızı tamamlamaq və çox-çox irəli gedir, yəni üstünlükləri çoxdur. Mütləq ki, çalışaq, hər zaman 50 balımızı tamam edək. Uğurlu alış-verişlər.